Salam, hər vaxtınız xeyir olsun gözəl izləyicilərim. Kanalıma xoş gəldiniz. Bu gün də sizlərlə evdə olan sadə ərzaqlarla hazırladığım bol bərəkətli, çox ləzzətli, yumuşaq, umacılı piroq resepti bölüşürəm. Reseptə keçməzdən öncə sizlərdən xahişim olacaq. Videolarımın davamı üçün kanalıma dəstək olun. Saniyənizi ayırıb abunə ol sözünə toxunaraq kanala abunə olub izlədiyiniz videonu bəyənin. Keçək piroqun hazırlanmasına. 4 stəkan ələnmiş unun üzərinə 1 paçka vanil, 2 stəkan yarım şəkər tozu əlavə edib quru ərzaqları qarışdırıram. Un və şəkər tozlu qarışımın üzərinə 1 stəkan duru yağ əlavə edib əvvəlcə biraz qarışdırdım. Yağı un və şəkər tozu ilə tam qarışdırıb əlimlə umac edirəm. Umac edərkən topaq qalmamasına diqqət yetirin. Yumuşaq gördüyünüz şəkildə umac alındı. Umacın üzərindən 1 stəkan ayıraraq kənara götürürəm. Piroqun üzəri üçün istifadə edəcəm. Qalan umacı da ortadan kənarlara doğru yuva formasında belə edirəm. Daha sonra üzərinə 4 ədəd yumurta, 1 dolu stəkan qatıq əlavə edirəm. Stəkanda bir qədər qatıq saxladım. Üzərinə 1 çay qaşığı soda əlavə edirəm. Qatıqla sodanı tam qarışdırıram. Köpürdükdən sonra yumurtalı qarışımın üzərinə əlavə edirəm. Əvvəlcə qaşıqla bir qədər qarışdırıram. Daha sonra çırpma teli ilə gördüyünüz şəkildə tam umac həll olub, qarışıb. Bu şəkildə piroqun xəmiri alınana qədər çırpıram. Bişməsi üçün artıq hazırdır piroqun xəmiri. Piroqu bişirəcəyim soba listinin içərisini kərə yağı ilə əvvəlcə yağladım. Üzərinə un səpirəm. Hər tərəfinə un səpdikdən sonra piroqun xəmirini soba listinin içərisinə əlavə edirəm. Əvvəlcədən kənara ayırdığım umacdan piroqun üzərinə əlavə edirəm. Bu şəkildə hər tərəfinə səpirəm. Bişməsi üçün əvvəlcədən isidilmiş sobada 180 dərəcə istilikdə nəzarətlə bişirdim. Gözəl izləyicilərim, videonun açıqlama bölümündə piroqun reseptini qeyd etmişəm. Sizlər də bu reseptlə hazırlasanız əminəm ki, çox bəyənəcəksiniz. Hazırlayacaq olan hər kəsə nuş olsun. Əməyə dəyər olaraq videonu bəyənib, şərh bölməsində fikirlərinizi yazın. Kanala dəstək olaraq abunə olun. Yumuşaq, çox ləzzətli piroqumuz hazırdır. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti videolarda görüşmək diləyilə. Hələlik.